Salam əziz izləyicilər. 12 aprel 2026-cı ildə Dövlət İmtahan Mərkəzinin 9-cu siniflər üçün keçirdiyi buraxılış imtahanı sualların izahlarına baxaq. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayaq. Demə baxıram, elə 57-ci sual. Yəni riyaziyyat sualının birinci sualıdır. Mən 57 yazdım. Deyir, tam səthinin sahəsi 24 olan kubun həcmini tapın. Kubun həcmi, daha doğrusu kubun tam səthinin sahəsi 6a kvadrat. Bu bərabərdir 24-ə. A kvadrat bərabər 4-ə, A bərabərdir müsbət 2-yə. Kubun həcmi A kubudur. Bu da 2'nin kubu olur 8. 8 oldu B variantı. Baxıram növbəti 58-ə. X bərabər mənfi 2 olarsa, demək mənfi 1,5 nə deməkdir? 2'də 3x deməkdir. Demək vurulsun mənfi x bölü 3 çıx 2. Buna vurub açsaq, demək buradan 3'lər ixtisar gedər. Qalar müsbət x kvadrat bölü 2 üstə gəl. Buna vuranda demək 2'lər gedər. Olar nə? Üstə gəl 3x. X'in yerinə mənfi 2 yazsaq, mənfi 2'nin kvadratı müsbət 4, 2'yə böldüm 2. Mənfi 2'ni 3'ə vurdum, oldu mənfi 6. Cavab mənfi 4. Yəni D variantı. Baxırıq 59'a. Sürətdən 7 ortaq çıxsa, qalır D plus C. Məxrəcdə də 21'i çıxartsaq, qaldı D üstə gəl C. Bunlar ixtisar gedər. Cavab 21'də 7, bu da 7'yə geçsə 3'də 1. Yəni A variantı. Baxırıq 60'a. Üçbucağın tərəflərinin uzunluqları 16, 18, 20 santimetrdir. Təpələri verilən üçbucağın tərəflərinin orta nöqtələrində olan üçbucağın perimetrini tapın. Baxın, normalda ümumi perimetrin yarısı olur. Niyəsini deyim. Baxın, bu orta nöqtələrini birləşdirsəm, bunların hər biri nə olur? Orta xət olur. Bura 16'dırsa, bura olur 8. Bura 18'dirsə, bu olur 9. Bura 20'dirsə, bu olur 10. Baxın, bizə əslində bu rənglənən hissənin perimetrini istəyir. Bu da olur 9 üstə gəl 8 üstə gəl 10. Cavab olur nə? 27. A variantı. Baxıram 61'ə. Çevrənin uzunluğunu verib 32 pi. Bizdən radiusun, dairənin radiusunu istəyir. Demək, çevrənin uzunluğu 32 pi. Çevrənin uzunluğu 2 pi r bərabərdir 32 pi'yə. Buradan pi'lər gedər. Radius oldu 16. Bizə də radius istəyir. B variantı. Baxıram 62'yə. Bölünən 496. Bölünsün, böləni bilmirəm. Qismət 4. Qalıq 96. Buradan B'ni tapmaq üçün nə etməliyik? 496 bərabərdir. Qalıqlı bölmə qaydası. Bölünən bərabərdir. Bölən vuruna tamam qismət. Üzərinə qalıq gəlirəm. Buradan 4B bərabərdir. 400 olur. B olur nə? 100. 100 oldu C variantı. Baxıram 63'ə. Demək AX kvadrat üstəgəl BX üstəgəl C bərabər 0 kvadrat təninin kökləri bizə verib kökün biri mənfi 5. Kökün biri 2. 2 yox 3. B böl A nisbətini istəyir. Hər tərəfi A'ya bölərəm. Çevrilmiş kvadrat tənliyə gətirərəm. Viet teoreminə görə köklərinin cəmi B böl N, B böl A'nın demək əksi mənfi B böl A. Köklər demək biri mənfi 5'idir. Digəri müsbət 3'üdür. Bərabərdir mənfi B böl A. Mənfi B böl A bərabər mənfi 2 olur. B böl A müsbət 2 olur. Bizə də elə B böl A'nı istəyir. Cavab olur D variantı. Baxırıq 64'ə. Mörtəzənin kvadrat olduğuna görə o müsbət 25 olur. B'də baxın, mənfi 5'in kvadratı. Kvadrat mənfiyə orada təsir eləyə bilmir. Bu mənfi 25 olur. C'də olur elə mənfi 5. Burada ən böyüyü A'dır. Sonra C, sonra da B. A böyükdür, C böyükdür, B. B variantı. Baxıram 65'ə. 180 ədədi 1 böl 2 böl 3 nisbətində 3 hissəyə ayrılmışdır. Bu ədədləri tapın. 1K, 2K, 3K. Baxın, bunların cəmi nəyə bərabərdir? 180'ə. Burada 6K bərabərdir 180'ə.
K beraber 30'a. Demek biri 30. 2'ye vurdum 60. 3'e vurdum 90. 30, 60, 90 C variantı. 66'ya baxaq. Koordinat müstəvisində demək ABC bir kvadrat var. Demək A'nın koordinatları demək 4, 1. B'nin koordinatlarını bilmirik. C'nin koordinatları 2, -1. D'nin koordinatları 2, 1. Bizə B təpəsinin koordinatlarını istəyir. Baxın, B təpəsinin koordinatlarını necə taparam? Diagonalların kəsişməsinə görə təyin edə bilərik. Məsafəyə görə də təyin edə bilərik. Diagonala görə daha rahat olar. Baxın, diagonalların kəsişməsi əslində bu nöqtələrə görə orta nöqtə olmurmu? Demək, orta nöqtəni tapmaq üçün 2 ilə 4'ü toplayıram 6, 2'ye böldüm 3. -1 ilə 1'i toplayıram 0, 2'ye böldüm 0. İndi artıq biz BD'nin orta nöqtəsinə görə x'i təyin edirik. X üstəgəl 2 bölü 2 bərabərdir 3'ə. Buradan x plus 2 bərabər 6'ya, x bərabər 4'ə. Digər tərəfdən demək y üstəgəl 1 bölü 2 bərabər 0'a. Y üstəgəl 1 0, y oldu -1. Demək 4 -1 B variantı. B'nin koordinatları. Bizə də B təpəsinin koordinatlarını istəyir. Baxıram 67'yə. Kəsin məxrəci sürətindən 1 vahid böyükdür. Sürət x-sa məxrəci oldu x üstəgəl 1. Sonra nə deyir? Bu kəsiri onun tərsi olan kəsirlə toplasaq. Tərsi olan kəsir budur. Bundan toplayan deyir 2 tam %5 olar. Yəni %205 olar. Əslində belə baxanda məsələ tapmaq olar ki, hansı kəsirdir ki, məxrəci sürətindən 1 vahid böyük olan, tərsi ilə toplayanda %205 eləyir. Yəni 2 tam %5 eləyir. Bunun məncə həmən 5'də 4 ilə 4'də 5 görmək olur. Amma biz tənliyi həll etməliyik. Buranı vururam x'a, buranı vururam x plus 1'ə. Bu olur x kvadrat üstəgəl x kvadrat plus 2x plus 1. Məxrəc, orta məxrəc x kvadrat üstəgəl x. Bu 5'ə geçsə məxrəc olur 20, sürət olur 41. Demək olur 2x kvadrat 20'yə vurdum. Oldu 40 x kvadrat üstəgəl 40x üstəgəl 20 bərabər 41x kvadrat üstəgəl 41x. Solu sağa keçirsəm 41x kvadratdan 40x kvadrat çıxsam qaldı x kvadrat. 41x'dan 40x çıxsam qaldı müsbət x. Çıx 20 bərabər 0. Toplayanda -1, vuranda -20. -5 ilə nə olur? Müsbət 4 olur. Aparıb x-i yenə 4 yazsam məxrəc olur 5. Sürət olur 4. Cavab elə nə olur? 5'də 4 olur. Baxırıq 68'ə. Məsələn, burada deyə biləriz, mənim -5'i niyə götürməyək? -5 də əslində götürə bilərik. Çünki bizə orada məsələ şərt, məsələ adi kəsirdən söhbət getmir ki, düzgün kəsir demir. Ona görə biz yəni deyə bilmərik ki, məxrəc mənfi olmaz, sürət mənfi olmaz. Onsuz da bu böləndə yenə müsbət eləyir. Məsələn, x-ə -5 versəm, məxrəcdə də olacaq -4. Bu da gedir olur 4'də 5. 5'də 4 ilə 4'də 5. Bu 4'də 5 olanda digəri 5'də 4 olur. Bizə də verilən kəsir dediyinə görə verilən kəsir 4'də 5 ola bilmir. Çünki məxrəc sürətdən böyük olmur axı orada ixtisar gedəndə. Ona görə. Cavab elə 5'də 4'dür. Baxıram 68'ə. Vuruqlara ayır deyir. Kvadratlar fərqinə görə a çıx 5 çıx 4. A çıx 5 üstəgəl 4. Bu olur a çıx 9. Digəri də a çıx 1. A çıx demək 9. A çıx 1 E variantı. Digər baxıram demək 69'a. 12 tam 4'də 3 demək 4'də 51 deməkdir. Vurulsun 2 çıx 27. Bölünsün 16'da 9 deməkdir kvadratı. İxtisar geçsə qalacaq 2'də 51. Çıxılsın 27'ni yazıram 2'də 54. Vurulsun 9'da 16. Bu olur -2'də 3. Vur 9'da 16. Bundan bu gedir 8 qalır. Bundan bu gedir 3 qalır. Cavab -3'də 8. -2 tam 3'də 2. Yəni elə E variantı. 70'də sağda sualda elə sağdan sola kök al geçsin.
25'ten çıxacaq 5. Toplayanda 9. Ondan da kök çıxdı 3. D variantı. 71. D tərkibində 2,5% mis olan 1 ton mis kolçedanından 21 kilogram mis alınmıştır. Neçə faiz mis itkiyə gedir? Birinci biz 1 ton bilirik ki 1000 kilogramdır. Bu 100 faizdir. Bunun 2,5 faizi missə, görə bundan nə qədər mis alır? İlk öncə gəlin onu tapaq. 2,5'i vururam 1000'ə, bölürəm 100'ə. Bunlar gedir. Onu vururam 2,5'e 25. Normalde bakın 1 tondan ben 25 kilogram mis almalıydım. Ama almışam ne kadar? 21 kilogram. Demek burada itkiye gidip mi? Bəli. 25 kilogram almalıydım. Bu 100 faizdir. Aldım 21 kilogram. Bu oldu K faiz. Buradan K'nı vurup bölsək 21 vur 100 bölü 25. Bu olacak 84 faiz. 100'den 84 faize ne oldu? 16 faiz azaldı. Cevap E variantı. Baxıram 72'ye. Bu nedir? ABC ile 7F oxşardır. Demək bu üçbucaqlar oxşardırsa, baxın. Bura alfa yazsam. Onda burada alfa olur. Bir xət bir xətdə. Mesela 2 xət betadır. Burada da 2 xət betadır. 3 xət qalmadı. 3 xət qalmadı. Mesela soldaki üçbucaqdan başlayıram. Alfanın qarşısı 4'ün. Sağdaki üçbucaqda alfanın qarşısı x plus 4'ə nisbədir. Bərabərdir. Soldaki üçbucaqda mesela baxın. Gammanın qarşısı verilməyib də. Nə edirəm gammanın qarşısını? Betanın qarşısı 2x çıx 5'in. Sağda betanın qarşısı 6'ya nisbədir. Çarpaz eləsəm 2x kvadrat çıx 20. Üstə gəl 8x çıx 20. Yok bir dakika, burada çık 5x oldu. X'i vururam. Bu olur. Demek 2x kvadrat çık 5x. 8x çık 20. Beraber 24'e. 2x kvadrat üste gel 3x. Çıkılsın 44. Beraber 0. Sıkırmat 3'ün kvadrat 9. Üste gel. 4 2'ye vur 8. Onu da vurdum 42'ye. Bu ne kadar eləyir? Demek 8'i vururuq da biz, düzdür mü? Demek 2 3 yadda 352. Bu da 361. Bir riyaziyyatçının xoşbaxt olduğu anlardan biri. Sıkıntı artık çıxırdı orada. Sevinirik. Demek x1 bərabərdir -3 üstə gəlir kökdə 361 19. Bölünsün 2'a 4. 16'nı 4'e böl. Bu da 4. Digəri mənfi olur. Yani x'i yenə digər ne olur? Mənfi 4'te 22 olur. O da -5'ten böyükdür. Ya burada gətirib qoyanda mənfi olur. Ona görə biz x'in 4 qiymətini tapmalıyıq. Yəni müsbətini götürürük. Cavab 4 olur. Baxıram 73'ə. -3 kiçik bərabər 2x kiçik bərabər 11. Hər tərəfi 2'ye bölsəm -1,5 kiçik bərabər x kiçik bərabər 5,5. Burada eləşən tam ədədlər -1, 0, 1, 2, 3, 4, 5. Bizə bunların nəyini istəyir? Bizə bunların cəmi istəyir. Bunlar gedər. 5 demək 9 14 mi olur? Bəli. Cavab 14 olur 73'də. 74'e baxıram. 74'te 2x üstə gəl y bərabər 5 verib. Bizdən təlinin qrafik üzərində apsisi -4 deyir. Yəni x -4 olmalıdır. X'ə -4 versəm oldu belə, y oldu 13. Ordinat istəyir bizdən. Cavab olur 13. Baxıram 75'ə. Baxın 37A. Yəni 3 rəqəm bir ədəddir. Bunun üstünə 2B-ni gəlirəm. Bizə deyir cəmi cüt olar. Cəmi cüt olmaq üçün A ilə B-nin cəmi cüt olmalıdır ki, sonu cütlə bitsin ki, bu ədəd cüt olsun. Düzdürmü? Və AB-nin cəmin ən böyük qiymətini istəyir. AB burada bir rəqəmdir. Maksimum rəqəm olsun ayət 9. B-yə baxın 9 versəm 18 cüt olur. Amma şərt verir ki, A B-yə bərabər ola bilməz. 9 yox. 8 versəm 17 olur. Sonu tək olur. 7 versəm 16 olur. Sonu nə olur? Cüt olur. Ona göre maksimum A9, B7 ala bilər. Bu da olacaq 16. Növbəti baxıram. Demək 76'ya. Birbaşa ilə yuxarıda aşağıdan çıxsaq nə verir? Baxın çıxsam birbaşa x kvadratlar gedər. -7x, y, -3x, y alınır. Olur -10x, y.
Demək y kvadratlarda gələr. 14-dən 4 çıxdım 10. X, y aldım -1. Bu belə. Bizə x çıx y istəyir. Baxın x kvadrat istənilən birində nəzərə ala bilərəm. İkincidə nəzərə aldım. Burada x, y yenə -1 yazsam. Orada çıx 3 bərabər 4. X kvadrat üstəgəl y kvadrat bərabər 7. Məndən x çıx y istəyir. Müxtəsər düsturuna görə, köməkçi düsturlara görə x plus x kvadrat üstəgəl y kvadratın yerinə yazıram ki, x çıx y kvadrat üstəgəl 2xy bərabərdir 7-yə. Buradan x çıx y kvadratı. X, y nədir? -1 versəm, bura olur -2 bərabər 7-yə. Buradan da x çıx y kvadratı bərabər 9-a sağ-sol kök alsaq, x minus y modulda olur 3. Növbəti baxıram 77. 77 ilə bunun üzərində mi göstərim? Bir təpəsi koordinat başlanğıcında olan və diagonalları K40 nöqtəsində kəsişən ABC kvadratının sahəsini tapın. Baxın, burası 0, 0. Bura nədir? 4, 0. Düzdürmü? Baxın, normalda diagonallar kəsişəndə yarıya bölünür. Baxın, buradan bura 4-səm, buradan burada 4. Onda nə olmalıdır? Bura olmalıdır 8. Digər tərəfdən belə düşünə bilərsən. Məsələn, bilmirəm x, x-in üstünə 0 gəlirəm, olur x 2-yə bölürəm 4. Demək x nə olur? 8 olur. Y də 0-dır. Belə də düşünə bilərsən. Sonuç 8. Demək kvadratın diagonalı 8-dirsə, sahə nə olur? Geçən sualda 77. Sahə olur s bərabər d kvadrat bölü 2. 8-in kvadratı 64 bölü 2 olur 32. Cavabımız. Sonra baxıram 78-ə. Baxın 78-də AC və BD düz xəttə yer nöqtəsində kəsişirlər. Bunu görürəm. Əgər YF BC-nin tənböləni olarsa, demək bura alfa qoysam, bura alfa olar. Onda C7, bura deyir 50. Buradan bura nədir? Açıq bucaq. Toplayanda 2 alfa üstəgəl 50 bərabər 180. 2 alfa bərabər 130. Alfa bərabər 65. Alfa oldu nə? 65. Bura 50-dirsə, qarşılıqlı bucaqdır. Burada 50. Adam bizdən nə istəyir? AB eyni. Baxın, bu bucaq istəyir. Eləmi? Yox, AYF. AYF istəyir. Bucaq AYF bərabər 50 ilə 65-ci 115 dərəcə. Cavab olur burada 115 dərəcə. Baxıram 79-a. Gəlin o şəkli burada çəkim. Demək bir dənə belə bir düz bucaqlı. Buradan bir diagonal. Bura A, bura B, C, D. Baxın, bura 90. Buradan bir 90 dərəcə endirilib. Bura M-dir. Buradan da belə. Bura N. Buradan da bir 90 çəkilib. Demək ki, normalda düz bucaqlıda, baxın, bu hündürlüklər çəkiləndə, bu ayrıdığı bu hissələr bir-birinə bərabər olur. Bu hardan gəlir? Konkretlikdən gəlir. Yəni, o mən sizə niyəsini deyim. Bura A olanda, baxın, bura A-dır. Düzdürmü? Bu bir. Düz bucaqlının, baxın, bu hündürlüyü ilə bu hündürlüyü eynidir. Çünki hər biri, baxın, kongruent düz bucaqlı üçbucağın hündürlükləri olur. Ona görə hündürlüklər eynidir. Baxın, iki tərəf eynidir. Bir də nəyi eynidir? Bucaqları eynidir. 90. İki tərəf bir bucağa görə, yəni TBT-yə görə bunlar nə olur? Kongruent olur. Onda belə çıxır ki, mən bura x yazsam, onda burada nə olur? X olur. Burada yazıram bir y, M-nə, bilmirəm. Bizə B-mi deyəsən 5 verib şərtdə. Bəli. Baxın, bizə bu üçbucağın sahəsində verib neçə? 60. Həmin düzbucaq üçbucağın sahəsini tapmaq üçün 5-i vururam, y-ə bölürəm 2-yə bərabər 60. Buradan y-i tapıram. Demə 24. Y oldu 24. İndi artıq biz AC-ni istəyir. AC-ni necə tapa bilərəm? F-krit teoremi.
Evklit teoremi nədir? Baxın. Bu ABC düzbucaqlı üçbucağında, baxın bu ABC düzbucaqlı üçbucağında bu çəkilən hündürlüyün kvadratı, yəni 5'in kvadratı bərabərdir. Baxın, hündürlüyün ayırdığı hissə x, vurulsun digər ayırdığı hissə nə olacaq? 24 plus x. Bu da olur artıq x kvadrat üstə gəl 24x çıx 25 bərabər 0. 25'i keçirin digər tərəfə. Viyetə görə köklərinin cəmi ətraflı yazaq. Mənfi 24 hasili mənfi 25. Müsbət kökün biri mənfi 25'dir. Digər kökü 1'dir. Təbii ki, məsafət deyə biz x'i 1 götürməliyik. Adam bizdən AC'ni istəyir. AC bütöv diagonaldır. Baxın, burada x'a 1 yazıram. Burada da x'a 1 yazıram. Bütöv nə olur? 1 üstə gəl 24 üstə gəl 1. Yəni 26. 79'a cavab olur 26. Baxıram 80'ə. 80 deyir 24 şagirddən ibarət sinif fizika və kimya fənləri üzrə qiymətləndirildi. Fizika fənnindən qeyri-məqbul qiymət alanların sayı 8, hər iki fəndən məqbul qiymət alanların sayı 9 olarsa, yalnız fizika fənnindən məqbul qiymət alanların sayını tapın. Baxın, normalda fizika və kimya. Yəni ümumi 24 sinif var. Fizika və kimyadan bunlar elə bir ki, yəni test keçirirlər, belə deyək. Bunun 8 nəfəri, baxın, bunun 8 nəfəri fizika fənnindən qeyri-məqbul qiymət alır. 8 nəfərə qeyri-məqbul qiymət alırsa, onda belə çıxır ki, yalnız 8'i kimyadan qiymət alır. Baxın, yalnız 8'i nə olur? Kimyadan, yəni qiymət alır. Bunu məsələn Venn diaqramda göstərim olar. Venn diaqramda göstərim. Baxın. Bu kimya, bu fizika. Demək 8 nəfər fizikadan məqbul qiymət almırsa, bu demək 8'i kimyadan, yəni yalnız kimyadan qiymət alır. 9'u deyir, hər ikisindən qiymət alır. İndi bizə yalnız fizikanı istəyir. Yalnız fizikanı bilmirəm x. Normalda baxın, bunların cəmi nə olmalıdır? 24'ü verməlidir. X də bərabər nəyə? 7'yə. Yalnız fizikadan qiymət alan, yəni 7 nəfər olur. Digər baxıram 81'ə. 81'də cədvəldə 26 tələbənin riyaziyyat imtahanında topladığı ballar haqqında məlumat verilmişdir. Ardıcıl seçilmiş 2 tələbənin, baxın artıq burada bir ardıcıllıq var və birinci, ikinci dediyinə görə burada ehtimal nə olur? Azalma baş verir. Yəni düşünün ki, torbadan bir kürə seçirsən, geri qaytarmamaq şərtləri nə deyirdi? Yəni el olanda nə edirdiksə, burada da eyni qayda. Çünki burada bir sıralama var, bir nizam var, yəni. Birinci deyir 70-80. Demək cəmi nə qədər şagird var? Tələbə sayı 10, 20, 23, 26. Düzdürmü? 70-84 arası neçə şagirdimiz var? 70-84 arası. 70-84 arası burada nə qədər şagird var? 10 şagird var da, düzdürmü? Bəli, 10 şagird. Artıq baxın, bir nəfəri mən, yəni 70-84 arası bal yığan şagirdi bu qədər üsula seçə bilərəm. Daha sonra birinin çıxma ehtimalı bu. Bir dənə 70-84 bal arası yığan şagirdin birinin seçilməsinin ehtimalıdır bu. Sonra nə deyir? 85-99. 85-99 aralığı, baxın, bu aralıqdır. Burada nə qədər? Artıq biri azaldı. 26'dan biri gələn sonra 25 qaldı. Çünki ardıcıl seçilir, ona görə. Orada nə qədər şagird var? Orada da 13 şagird var. Artıq 85-99 bal arası yığan şagirdin çıxma ehtimalı bu. Bu da nə olur? Vurulur. Çünki artıq eyni zamanda baş verir bunlar. İxtisar gedir bu 2, bu 1. 5'e gedir 2. 5'e gedir 1. Daha sonra 5'e gedir 5. Bunlar da gedər. Qaldı 5'də 1. Yəni 0-10'da 2. Demək bunun da ehtimalı olur. 0-10'da 2 cavabımız. Bu da sonuncu sualıydı. Sağ olun, hər birinizə uğurlar.